Reper Dado Əliyev mərhum həmkarı Hüseyn Dərya ilə bağlı gözlənilməz açıqlama verib. Globalinfo.az milli.az-a istinadla məlumat verir ki, Astar YouTube layihəsində qonaq olan ifaçı Hüseynin qəzadan sonra həkim səhvindən vəfat etdiyini bildirib. Dedilər ki, Hüseyn qəza keçirdib. Narahat olma, yaxşıdır. Eks həyat yoldaşı Sona ilə danışdım. Hüseynin qəzalarından yorulmuşdum. Düşündüm ki, növbəti hadisədir. Axşam yatdım, səhər durdum ki, telefonuma 100-dən çox zəng gəlib. Dedilər, Hüseyn öldü. Deyirəm, necə ola bilər? Həkimlər onun daxilini rentgen etməyiblər. Daxili qanaxma olub, qabırğa qırılıb və ciyərlərini deşib. Görün nədən ölüb? Bunun qarşısını almağa nə var idi? Hüseyn qəzadan sonra ayaq üstə idi. Deyib, yaxşıyam. Müayinədən keçirtməyiblər ki, hə, yaxşıdır. Maşın kamazın altına girib, ey. Sən necə özünə həkim deyirsən? Heyflənirəm ki, o cür insanı necə asan bir şeydən itirdik. Gecələr Dəryanın qəbrini ziyarət edirəm. Quran ayələri oxuyuram. Bəzən kimsə bildirir ki, onun məzarını görmək istəyirəm. Onu aparıram. Xatırladaq ki, Hüseyn 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.